Salam, hər vaxtınız xeyir olsun. Çevrə tənliyi adında mövzu sınaq imtahanının izahına baxırıq. Sınaqda 10 sual var idi. Bunları bir-bir izah eləyəcəyik. Birinci sualda deyir ki, mərkəzi mənfi 1,1 nöqtəsində, mərkəzi mənfi 1,1 nöqtəsində, daha doğrusu mərkəzi 3,4 nöqtəsində və mənfi 1,1 nöqtəsindən keçən çevrənin tənliyini yazın. Mərkəzi 3,4-də tutalım ki, mənfi 1, 1-dən keçən çevrə tənliyini yazmamızı istəyir. Biz bilirik ki, çevrə tənliyi mərkəzi AB verilibsə əgər, mərkəzi AB nöqtəsidir, radiusu R-dirsə əgər, bu çevrənin tənliyi üçün x çıx a kvadrat üstə gəl y çıx b kvadrat bərabər r kvadrat düsturu doğrudur. İndi burada biz bu çevrənin əvvəlcə gərək radiusunu tapaq. Burada bu iki nöqtə arasında məsafə düsturuna əsasən biz burada radiusu taparıq ki, kök altda mənfi 1 çıx 3-ün kvadratı üstəgəl 1 çıx 4-ün kvadratı. Buradan r-i tapırıq kök altda 16 üstəgəl 9, 5. İndi XY nöqtəsi verilibdir. Bu radiusda 5-dirsə, çevrə tənliyi olacaq x çıx 3-ün kvadratı üstəgəl y çıx 4-ün kvadrat bərabər 5-in kvadrat şəklindədir. Yəni bu sual üçün doğru cavab Bakı variantı, B variantı olacaq. İkinci sualda romb verib. Rombun A nöqtəsi koordinatların 4-3 verib. B buradadır, C burada, o da buradadır. Rombun perimetrini tapmamızı istəyir. Bu apsis oxunda artıq 4-3 olması apsisdə 4, ordinatda 3 qeyd etməyimizi məqbul görürsünüz. Burada apsisi 4, ordinat 3 olan, onda bu kvadrat rombun tərəfini mən Pifaqorla tapa bilərəm də. 9 üstəgə 16, 25 deməli tərəf 5-dir. Rombun perimetri 25 olacaq. Üçüncü sualda deyir ki, çevrənin tənliyin verib x çıx 2 kvadrat üstəgə y üstəgə 3 kvadrat 25-dir. Burada deyir ki, bu çevrənin tənliyin verib hansı nöqtə çevrə üzərindədir? Burada çevrənin mərkəz koordinatı 2, mənfi 3, radiusu isə 5 olacaq. İndi məsələn yazılıb A variantında 1, 7 nöqtəsi. Bu çevrənin üzərindədir. X-ə 1 yazdıqda 1 çıx 2 kvadrat üstəgə 7 üstəgə 3 kvadrat. Bu bizə verir 101. Bu radiusun kvadratından böyük olduğundan deməli A nöqtəsi çevrənin xaricindədir. B nöqtəsinin 2, 4 verir. X-ə 2 yazdıqda 2 çıx 2-nin kvadratı üstəgə 4 üstəgə 3-ün kvadratı. Bu da 49, 25-dən böyük olduğu üçün B nöqtəsi də çevrənin xaricinə düşür. C nöqtəsi 7, 4 verir. 7, 4-ə baxsaq əgər, C nöqtəsinin 7, 4-dür. Burada 7 çıx 2-nin kvadratı üstəgə 4 üstəgə 3-ün kvadratı 25 üstəgə 49, 74 yenə 25-dən böyük olduğu üçün C nöqtəsi də çevrənin xaricindədir. D nöqtəsini 0, 3 verir. X-ə 0 yazaq, Y-ə isə 3 yazaq. Burada 36 üstəgəl 4, 40, 25-dən böyük olduğu üçün D nöqtəsi də çevrənin xaricindədir. Sonuncu Y nöqtəsi 5, mənfi 7-ni verib. X-ə 5 yazdıqda 5 çıx 2-nin kvadratı, Y-ə mənfi 7 yazdıqda mənfi 7 üstəgə 3-ün kvadratı. 25 elədiyi üçün həmin nöqtə çevrənin üzərindədir. Y nöqtəsi çevrə üzərində olacaq. Dördüncü suala baxırıq. Dördüncü sualda bizə deyir x kvadrat çıx 2x üstəgə y kvadrat çıx 6y bərabər 0. Çevrəsinin mərkəz koordinatı koordinat başlanğıcından hansı məsafədədir? Mən burada çevrə tənliyini almaq üçün tam kvadratlar ayırmalıyam. Ona görə üstəgəl 1 çıx 1 yazıram. Y kvadrat çıx 6y üstəgəl 9 çıx 9 0 yazdım.
Burada alıram x çıx 1 kvadrat üstəcə y çıx 3 kvadrat bərabər 10. Deməli, çevrənin mərkəz koordinatı 1, 3-dür. İndi 1, 3-ün koordinat başlanğıcı 0, 0-dan məsafəsini tapmaq üçün həmin məsafə iki nöqtə arasında məsafə düsturudur. 1 çıx 0 kvadrat, 3 çıx 0 kvadrat. Bu bizə verəcək kök altda 10. 5-ci sualda deyir ki, iki çevrə verib. Bu iki çevrənin birincinin tənliyi x çıx 1 kvadrat üstəcə y kvadrat bərabər 2-dir. İkincinin tənliyi x üstəcə 2 kvadrat üstəcə y çıx 4 kvadrat bərabər 1. İndi burada birinci çevrənin mərkəz koordinatı 1, 0, ikinci çevrənin mərkəz koordinatı -2, 4. Bu iki nöqtə arasında məsafəni istəyir. Mərkəzlər arasında məsafə. O1, O2. Bu məsafəni tapmaq üçün iki nöqtə arasında məsafə düsturundan istifadə edirik. -2 çıx 1-in kvadratı üstəcə 4 çıx 0-ın kvadratı. Bərabərdir 25, oradan da 5 çıxacaq. Deməli, mərkəzlər arasında məsafə 5-dir. İndi burada buna r kvadrat kimi baxsaq, bura kök 2 düşür. Buna kiçik r kvadrat desək 1 düşür. Buradakı bu məsafəni tapmaq üçün 5 çıx 1 çıx kök 2 yaza bilərdik. Çevrələr arasında məsafə 4 çıx kök 2 olur. Növbəti suala keçək. 6-cı sualda deyir ki, çevrənin apsis oxunu kəsdiyi nöqtələr arasındakı məsafəni tap. Apsis oxunu kəsdiyi nöqtədir. Çevrə tənliyi bu şəkildədir. X çıx 2 kvadrat, y üstəcə 1 kvadrat, 26. Apsis oxunu kəsməsi üçün OX ilə kəsişmə nöqtələrini tapmaq üçün Y-ə 0 yazmaq lazım. Onda burada x çıx 2 kvadrat üstəgəl 1 bərabər 26 alırıq. Deməli, x çıx 2 kvadrat 25-dir. Kvadratı 25 elədiyi üçün 1 kök -5, 1 kök müsbət 5-dir. Biri -3, digəri müsbət 7 alırıq. -3 ilə müsbət 7 arasında məsafə cavab olacaq 10 vahid. 7-ci sual təkrar sualdır. Yəni, yuxarıda biz onun bir dənəsini izah elədik. 3-cü sualın eynisi, analogudur. Eynisi deməyək. X üstəgəl 1-in kvadrat üstəgəl y üstəgəl 3-ün çıx 3-ün kvadratı bərabər 12-dir. Çevrəni xaricində yerləşər soruşur. -2, 4 yazsam əgər, tutaq ki, burada x-ə -2 yazdım, y-ə də 4 yazdım. Bu bizə verir ki, bu 12-dən kiçikdir deyə çevrənin daxilindədir. Çevrənin daxilindədir. Məsələn, mən burada bir çevrə şəkli çəkirəm. Tutaq ki, bu çevrənin mərkəz koordinatları olur -1, 3, radiusu olur kök altda 12. Burada A nöqtəsi çevrənin daxilində olacaq. B nöqtəsi 1, 2 verib. X-ə 1 yazdıq, Y-ə də 2 yazırıq. 5 eləyir. Bu 12-dən kiçik olduğu üçün B nöqtəsi çevrənin daxilindədir. 4, 1. X-ə 4 yazdıq. 4 üstəgəl 1 kvadrat. Y-ə də 1 yazırıq. 25 üstəgəl 4, 29. 12-dən böyük olduğu üçün C nöqtəsi çevrənin xaricində olacaq. Bizdən də çevrə xaricində olan nöqtəni istəyir. Cavab C var. 8-ci suala baxırıq. 8-ci sualda bizdən tələb olunur nə? Deyir ki, çevrənin uzunluğunu tap. Mən bu çevrənin əvvəlcə tənliyini yazıram. Çevrənin tənliyi kanonik şəkildə deyil. Bunu tam kvadratlara gətirməliyim. Buradan üstəgəl 4y, üstəgəl 4 çıx 4 yazıram 0. Alıram x çıx 2 kvadrat üstəgəl y üstəgəl 2 kvadrat 4-dür. Bu r kvadrat eləyir. Deməli, radiusu 2 tapır. Çevrənin radiusu 2-dirsə, uzunluğu 2pi r 4pi olacaq. 9-cu sual qaydanı bilənlər üçün birbaşa şifahi sualdır. Mərkəzi O nöqtəsi deyək mərkəzinə.
Mərkəzi 0,5-də radiusu 2 kök 2 olan çevrənin tənliyini yazın deyir. Mən bu çevrənin tənliyini yazmaq üçün əgər bunun çevrə üzərində x, y nöqtələri götürsəm, radius 2 kök 2, x çıx 0-ın kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabər 2 kök 2-nin kvadratıdır. Yəni x kvadrat üstəgəl y çıx 5 kvadrat bərabər 8 olacaq. 10-cu sualda isə paralelloqram verilib. Burada paralelloqram şəklimiz var. Elə bunun üzərində yazaq. Tutaq ki, paralelloqramı ABCD şəklində verək. Yəni, paralelloqram biraz uyğun şəkildə çəkək. Paralelloqrama oxşasın. Paralelloqramın A təpə nöqtəsinin koordinatını 0, 3 verib. B-ni 5, 3 verib. C-ni 3, 0 verib. D-ni tələb eləyir bizdən. X, Y-i tapmamızı istəyir. Paralelloqramın diaqonallarının kəsişmə nöqtəsində diaqonallar yarıya bölünür. Məsələn, bu diaqonalı çəkdik. Bu diaqonalı da çəkək. Diaqonalların kəsişmə nöqtəsi onun simmetriya mərkəzidir. Bu simmetriya mərkəzi olduğu üçün mən burada O nöqtəsinin koordinatlarını tapmaq üçün A və C-nin ortasıdır. A üstəgəl C bölü 2, həm də B üstəgəl D bölü 2 yaza bilər. İndi buradan nə alırıq? Deməli, qarşı təpə nöqtələrinin cəmləri bərabərdir. Yəni, 5 üstəgəl x bərabər 0 üstəgəl 3, deməli, x-i mənfi 2 tapırıq. 3 üstəgəl y bərabər 3 üstəgəl 0, y-i 0 tapırıq. D nöqtəsinin koordinatları mənfi 2, 0 olur. Növbəti sınav imtahanlarında görüşərik. Bütün şagirdlərimizə imtahanlarda uğurlar arzulayırıq.